Gəlin sizə bu günləri qısa və konkret 8-ci, 10-cu siniflər üçün əsas bu videonu çəkirəm. Bir daha izah eləmək istəyirəm ki, həm də bəlkə bu video sayəsində bu videolardan xəbərdar olmayan şagirdlərimizin, abituriyentlərimizin qarşısına çıxar və onlar da xəbərdar olur. Salam, hər birinizi salamlayıram. Bugün sizə qısaca bu videonu çəkmək qərarına gəldim. Bəlkə bu video sayəsində əsas 8-ci və 10-cu siniflərimizin riyaziyyatının zəif olduğunu düşünən, amma xəyalları gözəl olan, yüksək olan şagirdlərimiz, abituriyentlər üçün çəkmək qərarına gəldim bu videonu. Bəlkə bu video sayəsində həmin şagirdlərin qarşısına kanal çıxar və onlar bu proqramdan, bu biliklərdən yararlanmağa özlərində görərlər. Onlar bu proqramdan yararlana bilərlər. Deməli, əziz 8-ci və 10-cu siniflər, riyaziyyatının zəif olduğunu, öz xəyallarından sırf riyaziyyata görə uzaqlaşmağı fikirləşən şagirdlərimiz. Sizin yaşınız, həyatınız hələ qabaqdadır. Heç vaxt xəyallarınızı ertələməyin. Çünki siz bugün mühəndis olmaq istəyirsinizsə, sizin hədəfiniz universitetə qəbul olmaq olmamalıdır. Sizin hədəfiniz mühəndislik ixtisasına qəbul olmaqdır. Və yaxud da siz universitetə qəbul olmaq yox, siz həkim olmaq istəyirsinizsə, siz həkim olmaq istəməlisiniz. Universitetə qəbul olmaq yox. Universitetə qəbul olmaq asandır. Universitetə qəbul olmaq, sən riyaziyyatı bilməsən belə, gedib digər fənləri yaxşı yazarsan, 300 bal, 350 bal toplayarsan, bəlkə də digərləri maksimum yazıb 450 bal belə toplayarsan, 4 bal da toplayarsan və universitetə qəbul olarsan. Amma hədəfinə çata bilməzsən. Hədəfimizə çatmaq üçün biz bütün fənləri gözəl şəkildə bilməliyik. Və adətən burada şagirdlərimizi hədəflərindən uzaqlaşdıran, xəyallarından uzaqlaşdıran şey riyaziyyat olur. Daha çox həmin şagirdlərimizin eşitdiyi, sənin riyaziyyatın yoxdur, sən riyaziyyatı öyrənə bilmirsən, riyaziyyat sənin başına girmir kimi şeylərdir. Halbuki məsəl üçün həmin şagirdlər natural ədədlərin izahını baxır, başa düşür. Çünki qavraması yerindədir şagirdin. Başa düşürlər, öyrənirlər, əziyyət çəkirlər. Sonra gedirlər, açırlar həmin o test bankın və testlərin %50-sini, %80%-ni yaza bilmirlər. Yaza bilmədikcə də pis olurlar. Və düşünürlər ki, onların riyaziyyatı zəifdir. Xeyr, bu sadəcə universitetə hazırlıq proqramıdır və sizin düzgün materialla öyrənməyiniz lazımdır. İlkin əvvəl siz riyaziyyatı öyrənməlisiniz. Riyaziyyatdan imtahana nə tipli suallar düşəcək sualın cavabını axtarmamalısınız. Baxın, İmtahana riyaziyyatdan hansı tipli suallar düşəcəyi o qədər asandır ki, hər il demək olar ki, eyni suallar təkrarlanır. Mən sizə bunu əminliklə deyirəm. Hər dəfə, hər il eyni şeylər olur. Eyni mövzular olur, eyni tipdə misallar olur. 4 il əvvəl düşən bu il düşür, başqa ədədlərlə. Baxın, imtahan o qədər çətin deyil. Tiplər çətin deyil. Çətin olan bizim riyaziyyatı dərk edib onu öyrənməyimizdir. Ona görə siz əsas özünüzdə birinci riyaziyyatı öyrənməyi formalaşdırmalısınız. İmtahan tipli sualları yox. Siz riyaziyyatı öyrənin, imtahana inanın ki, son 8 ayda, 9 ayda belə həmin tiplər üzərində çalışaraq öyrənə bilərsiniz. Bəs riyaziyyatınız zəifdirsə nə edirsiniz? Daxil olursunuz, baxın bu kanala. Bu kanalda mən 3 il əvvəl bu proqramı yaratdım. Müəyyən səbəblərdən davam etdirə bilmədim. Amma artıq şükür bu il tamamlayıram. Bu il yox, hətta bu ay tamamlayırıq. Daha doğrusu qarşımızdakı may ayı tamamlanır bu dərslər. Videoların hər biri çəkilib hal-hazırda YouTube-a yüklənib. Sadəcə necə yüklənib sizə açıq deyil, mənə açıqdır. Sizə də vaxtı gələndə, zamanı gəldikdə YouTube özü avtomatik yükləyir. Daxil olursunuz bura. Mən burada nə etmişəm? 5-ci sinifdən 9-cu sinifə qədər, 9-cu sinifə daxil olmaqla əsas bizə lazım olan bütün təməl bilikləri sizə ən gözəl şəkildə açıqlayıb sizə təqdim etmişəm. Hətta 9-cu sinif buraxılış imtahanı səviyyəsində suallarla izah etmişəm. Yəni təsəvvür edin, bu videoları izləsəz 9-cu sinif buraxılışına %20, %30 tip bir misal tipi görməzsiniz də. Yəni bir də 1-2 mövzu trigonometrik
ya və s. kimi. Amma yəni əsas hissələr, əsas qaydalar, nəyin nə üçün olduğu, modul X-dan nəyə görə mənfi çıxmadığı, A-nın qarşısına niyə mənfi yazdığımız, əsas bütün qaydalar bu video dərslərdədir. Açırsınız, birinci dərsdən hər birini izləyirsiniz və gəlirsiniz ən sona doğru bütün dərslər, səhv eləmirəmsə 38 dərs olacaq, 38 video olacaq. Bu videolardan sonra, baxın, özüm çəkdiyi üçün demirəm, amma həqiqətən çox gözəl videolardır. Kaş ki, mən hazırlaşan vaxt belə videolar, belə baza əlimdə olsaydı. Bu videoları izləyəndən sonra siz natural ədədləri, adi onluq kəsirləri və s. mövzu izahlarına baxıb testləri işləyəndə sizə o qədər asan gələcək. Mən buna həqiqətən deyirəm və arxasındayam. Bu testləri baxırsınız və riyaziyyatı birinci öyrənirsiniz. Çox gözəl olar ki, məsəl üçün mən özüm özəl dərslərdə, baza dərslərdə bilirsiniz ki, mənim baza dərs qrupum var. Həmin qruplarda bu dərslərlə yanaşı artıq materialı da özüm göndərirəm ki, bu misalları işlə mənə gəl, bu misalları işlə gəl mənə. Həmin misalları üzərində işləyirik, çalışırıq. Əgər sizin özünüz hazırlaşırsınızsa, bu videolardan sonra sizə nə tövsiyə edə bilərəm? Məktəbdəki elə faiz məsələləri olsun, məktəb kitablarındakı olan bu bölmələrdəki testləri tapıb işləyə bilərsiniz. Bilirsiniz ki, bütün məktəb kitablarımızın PDF variantı var internetdə. Və yaxud da bir neçə test bankları var. Siz hansı ki, onları kitabxanalardan, kitab satılan mağazalardan maraqlana bilərsiniz. Məsəl üçün 8-ci siniflər üçün təkrar, 9-cu siniflər üçün təkrar riyaziyyat suallarının olduğu test kitabları var. Baxın, həmin kitablardan da işləyə bilərsiniz. Hal-hazırda mən bütün materialları demək olar ki, özüm qarışıq hazırlayıram deyə hər hansı bir kitab şagirdlərə aldırmadığım üçün kitab məsləhət edə bilmirəm. Amma bu şəkildə etsəniz, siz inanın ki, bu yayı boş oturmayın. Buna sərf eləyin. İnanın ki, sizə deyirəm, riyaziyyatla aranız dostlaşacaq. Hətta çox istəyərdim ki, bu videonun altına bu videoları izləyib öz fikirlərini yazan şagirdlər olsun. Hər birinizə uğurlar arzulayıram. Ən böyük istəyim sizin xəyallarınızdan uzaqlaşmamağınızdır riyaziyyata görə. Riyaziyyatı sevin, xəyallarınızın arxasıca da gedin. Sağ olun.